Salam əziz dinləyicilər, bugün mən sizə uçan boşqablar rubrikası ilə çıxış edəcəm. Bilirsiniz, uçan boşqablar rubrikası iki mərhələdən ibarətdir. Birinci mərhələdə mən uçan boşqabların geni planı adlı əsərindən oxuyuram. İkinci mərhələdə isə mən plan tutmuşam. Və plan üzrə mənim mövzular var. Həm mövzular üzrə mən çıxışlar edəcəm. Bədahətən, yəni birbaşa amillər nümayəndəsinin aldığım informasiyaları birbaşa sizin nəzərinizə çatdıracağım. İndi isə gəlin birinci mərhələyə başlayaq. Birinci mərhələ mənim uçan boşqabların geni planı adlı əsərimdəndir. Bugün mən sizə geosferadan danışacağım. Geosfera nə olan şeydir? Bu haqda sizə məlumat vermək istəyirəm. Əlbəttə ki, bu geosfera haqqında müəyyən sosial şəbəkələrdə müəyyən fikirlər söylürlər. Mən də bu geosfera haqqında öz fikirlərimi söyləyirəm. Eyni zamanda aminlərdən aldığım informasiyaları da əlavə olaraq sizin nəzərinizə çatdıracağım. Bilirik ki, kainatda mövcud yüksək şüurlar var ki, onlar yer planetinə həm uçan boşqablarla gəlirlər və onu da nəzərə almaq lazımdır. Eyni zamanda bəzi enlaflar geosfera ilə qonaq gəlir. Deməli, belə çıxır ki, yüksək şüurlar yer planeti həm uçan boşqablarla, həm də geosfera ilə qonaq gəlirlər. Bu nə deməkdir geosfera? Mən sizə dedim ki, kainatda iki cür yeddi ölçülər var. Birinci enlaflardır. Enlaflar biz insanlar kimi. Onlar da cismi bədənə malikdir. Onlar 70% şuura malikdir. Məhz bu enlaflar, yəni 70%-ə mental şuur dərəcəsinə malik olan enlaflar, onlar yer planeti uçan boşqabları ilə gəlir. Ancaq bir də var ki, 100% mental şuur dərəcəsinə malik olan yüksək şuurlar, bunlara biz belə deyək ki, pimezonlar deyirik. Və bu pimezonlar biz ki, ulduz sistemlərində mövcuddur. Orada məkanlar orada yerləşir, ulduz sistemlərində. Məhz pimezonlar isə yer planetinə geosfera ilə qonaq gəlirlər. Bir növ belə deyək də, onlar bu 7 ölçülər, yəni ki, deyəndə iki qrup nəzərdə tutulur. 100% mental şuur dərəcəsinə malik olan və 70% mental şuur dərəcəsinə malik olan. İndi bu pimezonlar məhz geosfera ilə yer planetinə gəlirlər. İndi gəlin əvvəlcə bu geosferanın formalarından danışaq və geosferanın formalarından müəyyən informasiyaları mən sizə nəzərə çatdırmaq istəyirəm. Geosferanın geniş yayılmış əsas forması şar şəklindədir. Ən çox deməli geosfera şar formasında yer planetinə səyahət edirlər, yer planetinə gəlirlər. Şar şəkil sferalar ümumiyyətlə özləri iki formada olur. Birinci forma sferaya ildırımlı şarlı sfera deyilir. İldırımlı şarlı sfera. Elə bil ki, bu şarlı sfera yer planetinə daxil olanda ildırım çaxması ilə müşahidə olunur. Elə bir yağış yağında ildırım çaxır. Bu şarlı sferada yer planetinə gələndə elə bir ildırımlı çaxır. İldırım çaxan kimi bu şarlı sfera gəlməyi bir növ qəbul etmək lazımdır. Yer kürəsinin müəyyən zonalarında bu sferaya tez-tez rast gəlinir. Həmin ərazilər işıqlanan şarlarla əhatə olunur. Belə ərazilərə
Anomal ərazilər deyilir. İldırım çaxması ilə səmada böyük enerji topaları yaranır. Enerji topalarından qidalanan şar formalı sferalar öz ölçülərini kəskin sürətdə böyüdür. Böyük ölçüyə malik şar formalı sferadan qaçmaq mümkün deyil. İnsan və ya başqa canlı qarşısına sfera çıxarsa, həmin insanı kül edə bilər. Çünki burada böyük bir enerji var, böyük bir temperatur var. Çünki böyük ölçülü şar formalı sferalar yüksək temperatura malik olurlar. Şar formalı sferalar kaotik hərəkət edirlər. Bəzən isə onlar bir növ onların hərəkət trayektoriyası bəzən də düz xətli olur. Elə hadisələr olur ki, şar formalı sferalar insan ətrafında dolanır, ancaq ona ziyanlıq və ya xəta törətmir. Buradan belə başa düşmək olar ki, sfera özü şuurludur. Onlar da canlı kimi müəyyən mental şuur səviyyəsinə malikdirlər. Anomal zonalarda eyni zamanda tünellər olur. Səmada işıqlanan sferalar sonra yer altı tünellərdə yoxa çıxırlar. Həmin tünelləri analiz etmək və yoxlamaq heç bir tədqiqatçıya müəssər olmayıb. Tünellər çox dərin olur. Tunelə daxil olan zaman 5-8 metr gedəndən sonra texnika gözlənilmədən qırılır. Burada işləyən müxtəlif səslər eşidir. Ciddi xəbərdarlıq edilir. Qısa müddətdə tərk etməyənlər üçün təhlükələr baş verir. Elə ekspedisiya olur ki, onlar tünelin daha da dərinlərinə başvururlar. Bu zaman tünellərin divarları uçur, insanlar dağıntılar içərisində qalır, çölə çıxış bağlanır. Oksigen çatışmır, sonu fəlakətlə tamamlanır. Ekspedisiyanın apardıqları əməliyyatların sonu beləliklə də uğursuzluqla başa çatır. Bu anomal zonaların birində tünelə yer səthindən qazıntı aparan ekspedisiya 5 metr sonra su ilə qarşılaşdı. Belə bir hadisə olubdur. Bu hadisəni sinəcən çatdırıram. Qazıntı aparılan zaman burada su yığılaraq gölməçə əmələ gətirdi. Nəticədə ekspedisiya qazıntını dayandırdı. Bu zaman açıq səmada bir bulut topası göründü. Bulut topası Yunan əlifbası ilə omega şəklinə düşdü. Bilir ki, omega hərfi Yunan əlifbasının sonuncusudur. Bu o deməkdir ki, qazıntı işlərinizi qurtarın. Yəni ki, o səmadakı bulut bir omega hərfi yazdı. Bu ekspedisiya işçilərinə xəbərdarlıq elədi. Qazıntı işlərinizi qurtarın, sizin üçün fəlakət ola bilər. Ümumiyyətlə, tədqiqatçılar tünellərdə nə axtarırlar? Onların məqsədi burada ya xəzinə, ya da uçan naməlum obyektlərin bazasını müəyyən etməkdir. Anomal zonalarda həqiqətən tez-tez uçan boşqablara rast gəlinir. Uçan boşqabları görən insanın əksəriyyəti naməlum səbəbdən dünyalarını dəyişirlər. Anomal zonalara yaxın yaşayış məntəqələrində tez-tez nəqliyyat hadisələri baş verir. Uçan boşqabların düşdüyü yerlərdə üçbucaq formalı yanmış zona yaranır. Yanmış torpaqlarda möcüzəli görünüşlü bitkilər bitir. Üçbucaq formalı zonaya daxil olduqda insanda baş ağrıları baş verir. Beyin sıxılmağa məruz qalır. Bəzən də həm insanları yuxu tutur. Şar formalı sferlər müxtəlif rənglərdə olur.
Əsasən ağ və sarı rəngli sferalara rast gəlinir. Bəzən bu zonalarda zaman məfhumu öz mahiyyətini itirir. Belə ki, 2-3 dəqiqə gəzən adama elə gəlir ki, burada bir neçə gündür yaşayır. Anormal zonaya daxil olan canlı öz-özünə alışıb yanır. Ətrafda olan ot, kol, ağac isə toxunulmaz qalır. Bəzən belə zonalarda deyirlər ki, ruhlar gəzir. Zonaya daxil olan insanların gözünə ruhlar görsənir. İkinci qrup şarlara odlu şarlar deyirlər. Odlu şarlar sarı rəngdə olur. Onlar tez-tez rəngini dəyişə bilir. Gah qırmızı, gah cəhrayı, gah narıncı rənglərə çevrilir. Alimlər odlu şarlar haqqında müxtəlif tədqiqatlar aparmışlar. Onlar şarların yaranmasını təbii proseslərlə bağlayırlar. Odlu şarların tərkibini metan və azotdan ibarət olduğunu bildirirlər. Şarlar ya su mənbələrində, ya da yaşıl zonalarda yaranır, atmosferə qalxır, sonra yoxa çıxır. Gölməçələrdə, göllərdə, çaylarda yaranan şarlar qırmızı rəngli olur. Belə fikir irəli sürürlər ki, su mənbələrindən çıxan qazlar oksigen ilə reaksiya girərək bir anda yaranır, qırmızı şarlara çevrilir. Odlu şarlar miqdarı yerin günəşdən olan vəziyyətindən asılıdır. Ultrabənövşəyi şüaların intensivliyi yüksəldikcə odlu şarların miqdarı da artır. Şar formalı sfer haqqında söylədiklərimiz fikirlər ümumiyyətlə yer planetinə aiddir. Bu, başqa planetlərdən, məkanlardan gələn yüksək şüalar öz cismani bədəni dondurub, astral bədənlərini enerjiyə təmin edərək kosmosda səyahət edirlər. Bunların bir qismi şar formalı sferalarda yer planetinə qonaq gəlir. Günəşin arxasında yaşayan hiperonları biz məsələn misal göstərə bilərik. Hiperonlar bilirsiniz ki, onlar 6 ölçülərdir. Onların ruhlarına yəni ki, hiperonlar deyilir. Hiperonlar sarı rəngli şar içərisində bütün planetlərə səyahət edirlər. Hiperonlar öz cisimlərini dondurmaq qabiliyyətinə də malikdirlər. Xüsusi qurğuları dondurmuş cəsədlərin astral bədəni, mental bədən və transendental bədənlə birlikdə cəsəddən ayrılır. Hiperon öz bədənini itirdikdən sonra asanlıqla kosmosa səyahət edir. Transendental bədəndən müsbət enerji alan hiperon öz ətrafında şar formalı sfera yaradır. Həmin sfera hiperonu xarici mühitdən və xarici təsirlərdən qoruyur. Sfera enerji ilə tam təmin olduqdan sonra istənilən planetə qədəm qoya bilər. Onlar bizim planetə də gəlirlər. Belə ki, 2001-ci il 25 avqustda gecə saat 3-də mən Günəşin arxasından gələn şar formalı sfera ilə görüşdüm. Hiperonla ikinci əlaqəm 19 sentyabr 2002-ci saat 16:00-da olmuşdur. Sarı rəngli şar formalı sfera içərisində işıq saçan hiperon oturmuşdur. Birinci görüşümüzdə mənə dedi ki, sən yer planetində haqqı ədaləti bərpa edəcəksən. Bu işdə hiperonlar da sənə kömək edəcək. İkinci görüşdə o mənə dedi ki, yaxın zamanlarda öz ətrafına insanları toplayıb bəşərdə təmizləmə işləri aparacaqsan. Yəni, bu söhbət 2001-2002-ci illərə təsadüf edir. Rezonanslar da şimşək çaxması nəticəsində yüksək enerji sahələrində geosfera yaradır. Rezonanslar bilirsiniz ki, 4 ölçülərdir. Biz 4 ölçülər 4 qrupa bölünür. Mələykələr, mələklər,
deməli demiyanlar və rezonanslar. Və bu rezonanslar da geosfera yaradaraq yer səthinə enirlər. Rezonanslar biz mələklər kimi də qəbul edirik. Çünki rezonans deyəndə də yenə onlar mələklər kimi qəbul edilməlidir. Rezonanslar deməli hiperionlar kimi şar içərisində məkanlara daxil olurlar. Geosferaların müxtəlif formaları mövcuddur və bu geosferaların müxtəlif formalarında biri də siqar formasındadır. Siqar formasında yerə gələnlər 7 ölçülərdir. Yəni bunlar pimezonlardır. Və pimezonlar siqar formasında yer planetə səyahət edirlər. Onlar bu sfera formasında yerə gələrək yerdə belə deyək də, yeri həm səyahət edirlər, həm də müəyyən mənada insanlar onların bu sferalarını insanlar görür. Biz hətta bu pimezonları biz insanlar hurilər adlandırırıq. Biri var mələkə, biri də var huri. Bu 7 ölçülü pimezonları biz insanlar huri kimi qəbul edirik. Qalaktikalarda ümumiyyətlə müxtəlif orqanizmli pimezonlar yaşayır. Odur ki, yaratıqları uçan, belə deyəcək, uçan boşqab deyil. Burası geosferalar da müxtəlif olur. Və hər bir deyək, qalaktikada mövcud pimezonların geosferaları bir-birindən fərqlənir. Geosferalar enerji mənbəyi olduğundan çevrilmələr baş verir. Pimezonlarda belə deyək ki, onların efir bədəni, astral bədəni və mental şuur dairəsi mövcuddur. Və əgər burada belə deyək ki, onların deməli bəzən astral bədənlə efir bədəni mental şuur dairəsinə ayrılır. Ayrılanda elə bir ki, pimezonların yalnız mental şuur dairəsi qalır və bir növ pimezonlar sərbəstləşir və onların mental şuur dairələri belə deyək, ayrılandan sonra efir bədənlə astral bədən sərbəst olduğundan onlar öz məkanlarını tərk edə bilirlər. Hurilərin mental şuur dairəsi öz kodunu dəyişir, yəni proqram əsasında öz enerji dairəsini neytrallaşdırır. Kosmik fəzaya daxil olan hurilər öz ətrafında siqar formalı sfera yaradırlar. Sfera daxilində enerji etkisi olmur. Kosmik fəzada vakuum olduğundan enerji az sərf olunur. Müəyyən göy cisimlərinə yaxınlaşan sfera sürətini azaldır. Obyektə yaxınlaşan zaman gözləmə mövqeyinə keçir. Hurinin mental şuur dairəsinə yeni informasiyalar daxil olur. Daxil olacağı planet haqqında informasiya alır. Aldığı informasiya əsasında yeni proqram tərtib olunur. Həmin proqram əsasında huri məkana daxil olur və burada enerji balansını nizamlayandan sonra oradakı şəraiti öyrənir. Daxil olduğu məkanda məxluqat varsa onlardan koduna uyğun olan seçib onunla təmas yaradır. Huri əlaqə yaradan zaman sferadan çıxa bilər. Bu müvəqqəti hal daşıyır. Belə ki, huri bədənini belə deyək ki, o astral efir bədənini ilə bir növ o mental şuur dairəsindən ayrıldığından onun deməli bir növ transendental bədənində mövcud olur ki, bu mental şuur dairəsi ilə transendental bədəni deməli
Hurun efir bədəninə ayrılır. Başqa məxluqla birləşib onun funksiyalarını öyrənir. Yer kürəsində insanlar əlaqə yaradan zaman elnaflar, hansı bu dedik ki, elnaflar cismi bədənə malikdir, insanlar kimi. Onlar öz enerji dairəsini atır. Onların ruhu bədəni insanın cisminə daxil olur. Nəticədə yüksək şuur dairəsinə malik elnaf insanı idarə edir, onu bir növ robota çevirir. Müsbət enerji elnaflar insanlara xeyirxahlıq edib onları kamilləşdirir. Mənfi xislətlər isə ekstrasilərə pis təsir göstərir. Onları hər şeyə vadar edir. Onlar hər şeyə vadar edir. Əksəriyyəti dözə bilmək özünü öldürür. Odur ki, ekstrasilə ehtiyatlı olmalı. Kontakt yaratılan uçan boşqabların xeyirxah olduğunu bilməli. Mənfi xislətli uçan boşqablardan özünü qorumağı bacarmalıdır. Buna nail ola bilməsələr, mütləq psixoloqa müraciət etməlidir. Yerə daxil olan geosferalar müxtəlif formalı olur. Belə ki, onlar təyyarə, gəmi, şar, bitki, insan və sair formaya çevrilə bilir. Enerjidirlər. Enerji olduğuna görə istənilən formaya çevrilə bilirlər. Hurilan geosfera yer planetinin tezli səyahət edirlər. Məsələn, mezonların da geosferaları mövcuddur. Mezonların geosferaları metr uzunluğunda çubuq formalı sarı sferadır. Mezonların ruhlarına silmonlar deyilir. Silmonlar həmin çubuqlara bütün qalaktikanı fəth edə bilirlər. Neytronlar geosfera işıqlı dalğa formasında olur. Onların ruhlarına neytronlar deyilir. Protonların geosferası kiçik dairəli işıqlı mənbəli olur. Onların ruhları nurlar adlanır. Nurlar insan gözünə cüt formada görünür. Qaranlıqda oyanışda onlar tez-tez görürlər. Gündüzlər isə şəffaf gümüşü parıltılı toz şəklində insanlar, yəni söhbət oyanışlı insanlardan gedir. Oyanışlı insanlar onları görə bilir. Hər bir oyanışlı insan yüksək şuurlar tərəfindən nəzarətə götürülür. Onların dünya görüşü inkişafında mühüm rol oynarlar. Ruh formasına gələn yüksək şuurlar insanları kainat sirləri ilə zənginləşdirirlər. Ən yüksək əqlə çatan insanlar nurlarla əlaqə yaradırlar. Nurlar lövh məhfuzun açarını həmin oyanışlıya verirlər. Elmin daha da dərinlərinə baş vuran alimlər neytronlarla əlaqə yaradırlar. Elektromagnet dalğalarını qəbul edənlər tezlə elmin istənilən sahələrində nailiyyətlər əldə edirlər. Buna söhbət alimlərə aiddir. Şairləri, yazıçılara ilham verənlər isə silmonlardır. Texnika inkişafını sürətləndirən, texnika sahəsində alimlərə kəşflər bəxş edən, ixtiralar verən hurilərdir. Dini yer planetini inkişaf etdirən, təkmilləşdirən, insanları saflaşdıran, paklaşdıran, möminləşdirən, deməli, hiperonlardır. Tarixi salinamələri yer planetində yaşayan lantanlardır. İnsanı göz açarından ölənə qədər nizamlayan mələkələrdir. Yer planetində yüksək şuurlar insanları 3 qrupa bölür. Birinci qrupa daxil insanlara adi insanlar deyilir. Adi insanların dövrü Adəm Peyğəmbərdən başlayıb, Məhəmməd Peyğəmbərlə tamamlanır. Eramızın 7-ci əsrində olan dövrü sonra eramızın 7-ci əsrində onların dövrü sona yetdi. 25-ci əsrə qədər yer üzündə adi insanlara bir nəfər də qalmayacaq. Kainatda yaşayan bütün məxluqatların cismi bədəni efir bədənlərindən ibarətdir. Yəni burada həm cismi bədən var, həm də ona efir bədəni. Aləmdə yeganə insan və planetdə yaşayan canlıların fiziki bədəni, yəni söhbət gedir bizim yer planetində, yer torpaqdan yaranmışdır. İkinci qrup insanlar oda insanlar adlanır. Onların ilk övladları 7-ci əsrdən başlayaraq planetdə yayılmaya başladı. Birinci sivilizasiya yaşayan oda insanlar yer planetini tərk etdikdən sonra onlar planetlərə yayıldılar.
Baryonların bir qismi Veneraya, Marsa, digər qismi isə daha uzaq planetlərə, Yupiterə, Saturna, Urana, Neptuna qədəm qoydular. Venerada yaşayan baryonlar tez-tez yer planetinə səyahət edirlər. Onlar insanları kamilləşdirir, haqq yola qaytarır və sonra tədricən o da insanları çevirirlər. Hal-hazırda planetdə əhalinin 47%-i o da insanlardan ibarətdir. Veneradan gələn bəzi baryonlar öz astral bədənlərini ataraq insanın fiziki bədəninə daxil olur, onun orqanizmində uyğunlaşır, daxili orqanların funksiyalarını öyrənir. Beləliklə, insan həyat proqramı dəyişərək öz proqramını onun beyninə ötürür, həmin insanı idarə etməyə başlayır. Belə insanlar yerdə ömür sürür, ailə qurub nəsil artırırlar. O da insanlar sayı gündən-günə artır. Deyilən vəzifələri başqa planetlərdən gələn baryonlar da həyata keçirir. Merkuridən gələn baryonlar iqtisadiyyat ticarət sahəsində işləyən insanlarla əlaqə yaradır. Var-dövlət mənimsənməsi yollarını onlara göstərir, həmin adamları dövlətli edirlər. Bu planetdən gələn baryonlar çılğın olduqlarından varlamaq istəyi güclənir, nəticədə bəzən fəlakətə düçar olurlar. Vəziyyəti düzgün qiymətləndirməyənlər yığdığı var-dövləti itirir. Müflis bir şəxsə çevrilir. Odur ki, Merkur planetindən gələn baryonlarla əlaqə yaradanlar onların əmrlərindən müəyyən dərəcədə uzaqlaşmalıdırlar. Mars planetindən gələn baryonlar öz planetlərində məskənlər salmış, elmi tədqiqat mərkəzləri qurmuşlar. Marsda yaşayan baryonlara insanlar Marsiyan deyirlər. Marsiyanlar insanlara qarşı çox aqressiv olur. Kosmik Tədqiqat Mərkəzinin Marsa göndərdiyi peylər onları narahat edir. Yerə lazımi xəbərdarlıqla göndərirlər. İnsanlar içərisində Marsiyanların da nümayəndələri var. Həmin insanların bəzi özünü tam dərk etmədikləri üçün bəzi şairlərə yayırlar. Onlar dediklərinə görə gələcəkdə həyat Marsda olacaq. Odur ki, Amerikanlar Marsda elmi tədqiqat işlərini gücləndirmişlər. Bu da Marsiyanları narahat etməyə vadar edir. Məhz dövlətlər arasında çəkişmələr yaradan, müharibə törədən Marsiyanlardır. Amerikanlara mane olmaq məqsədilə Marsiyanlar yer planetinin ətrafına uçan boşqablar göndərirlər. Onlar uçan boşqabların köməyi ilə yerdə baş verən prosesləri öyrənir. Əsas etibarilə planetimizin atmosferini və güclü cazibə sahəsini tədqiq edirlər. Marsiyanlar məqsəd gələcək yer planetini ələ keçirməkdir. Yupiterdə 5 ölçülər yaşayır, onlara ödərlər deyilir. Ödərlər baryonlardan fərqlənir. Metal şürdələri omega bərabər 5-dir. Onlar yer planetinə tez səyahət edirlər. İnsanlara kömək etməyə çalışırlar. Ödələn genləri ilə insanların genləri oxşarlıq təşkil edir. Onların yüksək şüurları lantanlar adlanır. Lantanlar 5-ci sivilizasiyanın birliyini yaratmaq istəyirlər. Belə ki, bütün sivilizasiyanın qanun qaydalarını çox bildiklərindən onların müsbət ideyalarını seçib, vahid bir qanun yaratmağa təşəbbüs edirlər. Tərtib olmuş qanun əsasında 6-cı sivilizasiyanı qurmağa, lantanlar planetdə öz stansiyalarını quraraq odlu insan yaranmasına başlamışlar. Seçilmiş odlu insanlar vəhdəniyyət qanunu əsasında kamilləşirlər. Uranda yaşayan uçan boşqabların nümayəndələri 7 ölçülərdə, onlar uzun boylu humanoidlərdir. Humanoidların iri başı, böyük gözləri var. Onlar bizim günəş sistemində olan bütün yüksək şüurlara nəzarət edir. Onlar nəinki 5 ölçü lantanlara, eyni zamanda günəşin arxasında yaşayan pimezonlar, günəşin arxasında yaşayan hiperonlara müşahidə edir, qanun pozanları cəzalandırır. Məhz pimezonlar yer planetində 3-cü qrup insanları yaratmaqdadır. Bu prosesi onlar 2000-ci ildə başlamışlar. Vurulan yaratılan insanlar mələk insanlar adlanır. Lantana insanın mental şüur səviyyəsi omega bərabər 3-ə qaldırmaq istəyirlərsə, əslində pimezonlar mələk insanın mental şüur dərəcəsi omega bərabər 4-ə qaldırırlar. Mələk insanlar ödər vadiyən insanlardan öz kamilliyi və qabiliyyəti ilə seçirlər. Tezliklə mələk insanlar dövlətlərdə əsas vəzifələri tutaraq həmin ölkələrdə haqq ədaləti bərqərar edəcək.
bəşərdə mənəviyyatın yüksək pillələrini insanlara tətbiq edəcək, həyatın qanunu yaşayış tərzini onlara anladacaq, ümumi səhifələrin düzgün yerinə yetirilməsində həyatın düzgün nizamlamasında onlara yol göstərəcək. Yer planetində ilk dəfə olaraq dövlət qanunları kainat qanununa əvəz olunacaq. Kainat qanunu işləyən dövlətdə hər bir şəxs öz vəzifə borcunu anlaşıq yerinə yetirəcək. Əziz dinləyicilər, bunu da mən istəyirəm ki, bugün bu deməli mənim əsərim ki, yazmışam Uçan boşqabların yeni planı və bu əsərimdə geosfer mövzusu haqqında mən öz fikirlərimi bildirdim və bu geosferin formalarını danışdım. Bütün yüksək şüurların geosferalarından söhbət etdim və gələn videomda isə mən bu Uçan boşqablar rubrikasında geogenetik haqqında danışacağım. Yəni bu Uçan boşqablar rubrikasının birinci mərhələsində geogenetik haqqında danışacağım. İndi hələlik bu qədər mən bu yazdığım əsərdən öz fikirlərimi sizə nəzərdə çatdırdım və əsərimi oxudum sizə. İndi gəlin biz ikinci mərhələyə keçək. Mən dedim ki, Uçan boşqabların rubrikası 2 mərhələ. İndi birinci mərhələ dedim ki, özümün yazdığım Uçan boşqab yeni planı əsərləndir. İndi ikinci mərhələ isə mən bu amillər nümayəndəsi ilə birlikdə Uçan boşqablar rubrikasında tərtib etdiyim mövzular haqqında söhbət edəcəm. Və keçən dəfə mən sizə enaflar haqqında geniş məlumat verdim, söhbət elədim. İndi bugünkü mövzum isə belədir. Enalava robot birliyi. Bugün mən bu Enalava robot birliyi haqqında öz fikrimi bildirmək istəyirəm. Onun da nəzərə çatdırım ki, mən dedim ki, bu enaflar biz insanlar kimi, onlar da fiziki bədəndən, efir bədəndən, astral bədəndən və mental şuur dərəcəsindən ibarətdir. Biz insanlar enafların fərqi ondan ibarətdir ki, enafların mental şuur dərəcəsi 70%, biz insanlar mental şuur dərəcəsi 30%. Yəni onlar bizdən öz mental şuur dərəcələrinin çəkimləşməsinə görə bizi qabaqlayıblar. Enaflar yüksək texnika, texnologiya malikdirlər. Biz çalışırıq ki, enafların texnologiyasını əldə edək, enafların texnikasını, texnologiyasını və yeni nanotexnologiyalar əldə etməyə çalışırıq. İndi mən burada 12 dənə mövzu yazmışam, ola bilsin gələcəkdə bunları artıracaq. Bu mövzuların sayını artıracaq, indi fikir gəlsə yeni mövzular yazacağım. Ancaq bugün mən sizə enafların robot birliyini yaratmaq istəyirəm. Enaflarla robotun birliyi haqqında danışmaq istəyirəm. Sizin nəzərə çatdırmaq istəyirəm ki, deməli, müxtəlif güclərdə 7 ölçülü enaflar yaşayır. Bu enafları biz 3 qrupa bölə bilərik. Yəni, elə məkanlar var ki, orada yalnız enaflar yaşayır. Elə məkanlar var ki, orada enaflar daha da yüksək texnologiya nail olublar və onlar robotlar istehsal ediblər və
həmin robotların köməyi ilə müəyyən elmi tədqiqat işləri aparırlar. Həmin robotların köməyi ilə başqa planetlərə gedirlər və başqa planetlərin təbiətini öyrənirlər və eyni zamanda o məxluqlar yaşayan planetlərə daxil olaraq orada nəinki həmin planetin təbiəti, eyni zamanda məxluqların həyat tərzlərini öyrənirlər. Və bu işdə onların icad etdiyi robotların köməyi ilə onlar həyata keçirirlər. Və bu cür proseslər həyata keçirir. Və üçüncü bir qrupdur. Orada deməli, yalnız belə deyək ki, sırf 100% robotlardır. Və yaxşı, bu sırf 100% robotlardırsa, bu necə olur ki, bu robotları yaradan bir qüvvə var ki, yəni ki, bunu belə deyək ki, bu robotları yaradan enlaflar var. Bəs necə olur ki, həmin planetdə enlaflar yoxdur, yalnız robotlar yaşayır. Bu, ona görə də burada biz enlaflarla robotların bir növ üç istiqamətdə onların kontak məsələsini baxmaq lazımdır. Birinci deyək ki, enlaflar, müəyyən planetlərdə yaşayan enlaflar müəyyən texnologiya malik olsalar da, onlarda primitiv robotlaşma gedir və bu primitiv robotlaşma da o deməkdir ki, robota texnika inkişaf edib və ona görə də onlarda bir növ robota texnikanın hələ təməli qoyulur. Ona görə də deyirlər ki, belə planetlərdə yaşayan enlaflar da robotlaşma əlaqələri çox zəifdir. Ancaq elə planetlər var ki, o planetlərdə enlaflar yüksək texnologiya maliklər və onlar bu müasir texnologiyadan istifadə edərək onlar robota texnikanı inkişaf etdirmişlər və robota texnikanı inkişaf etdirməklə planetlərində robotlar istehsal ediblər. Və həmin robotlardan müxtəlif istiqamətdə istifadə edən enlaflar həmin robotlardan istifadə edərək həm öz planetlərini tədqiq edirlər və eyni zamanda onlar robotlar birlikdə uçan boşqablarla başqa planetlərə gedirlər. Başqa planetlərdə orada başqa planetlərin təbiətini və əgər orada məxluqlar varsa, məxluqların həyat tərzini öyrənirlər və o işdə və başqa planetə apardıqları elmi tədqiq işlərində onlar bir növ enlaflar robotların köməyi ilə bütün onları maraqlandıran sualların cavab tapmaq üçün robotlardan istifadə edirlər. Üçüncü bir istiqamət odur ki, elə planetlər var ki, orada yalnız robotlar yaşayır. Deməli, bu necə olur? Deməli, bu ola bizə iki istiqamət ola bilər. Yəni ki, birinci, ta ki, planetdə enlaflar yaşayır, sonra onlar öz planetində robot texnikanı inkişaf etdiriblər. Sonra elə bir dövr gəlib çatır ki, robotlar müasirləşib, robotlar bir intellektual səviyyəyə qalxıbdır və onlar bu intellektual səviyyəyə qalxmaqla, belə deyək ki, onlar enlafları öz intellektual səviyyələrinə görə onları üstəliblər və enlafları üstələdiklərinə görə onlar bir növ həmin planeti başlayıblar zəbt eləməyə
və planetləri zəbt eləməklə orada nə qədər enlaflar var, onları məhv ediblər. Bir qism enlaflar isə məcbur olub ki, uçan boşqablarla minib həmin planetdən qaçsınlar, uzaqlaşsınlar. Bir növ enlafların istehsal etdiyi robotlar intellektual səviyyəyə görə onları üstəlib inkişaf ediblər və enlafları planetdən qovublar. Və bununla da həmin planeti robotlar zəbt eləyib, ona görə də həmin planetlərdə yalnız təkcə robotlar yaşayır. Və yaxud da ki, bir növ enlaflar hansı planetə daxil olur, orada robotları yaradır, robotları inkişaf etdirir və sonra həmin planeti tərk edirlər və orada özləri şərait yaradır ki, burada robotlar fəaliyyət göstərsin və bu da könüllü olur, yəni enlaflar özləridir və bir növ planeti robotların ixtiyarına verirlər. Bax, bu iki istiqamətli proseslər həyata keçir. Əziz dinləyicilər, bu informasiyalar bədahətən mən sizə birbaşa deyirəm və yeri gələndə amillər nümayəndəsi də mənə mental şuur dairəmə əlavə yeni informasiyalar verir və bədahətən amillər nümayəndəsindən də aldığım informasiyaları birbaşa video çəkə birbaşa sizin nəzərinizə çatdırıram. İndi istərdim ki, üçüncü bir mövzu keçək, yəni ki, videonun vaxtına var. Mən bugün videom 54 dəqiqə olacaq, çünki mən sizə demişəm də, hər video çəkəndə 1 dəqiqə artıracağım. Axırda mənim videom 60 dəqiqə olanda, yəni 1 saat olanda, mən videomu normal vəziyyətdə, yəni ki, 1 saatdan sonra hər dəfə video çəkəndə mənim videolar 1 saatda olacaq. İndi 1 saata çatmaq üçün isə mən hər videonu 1 dəqiqə artırıram. Bugünkü videomda mən eləyəcəm sizin üçün 54 dəqiqə. Sonra növbəti videom olacaq 55-ci dəqiqə. Mətləbdən uzaq düşməyə indi növbəti mövzu barədə çıxış eləmək istəyirəm. Üçüncü mövzum belədir. Siz bilirsiniz, dedim ki, uçan boşqablar rubrikasını mən mövzular tərtib eləmişəm. Bu mövzular 12 dənədir, indi bunu artıracağım. Hələlik mən enlaflar haqqında danışdım. Bugün enlaflar robot birliyi haqqında söhbət etdim. İndi üçüncü mövzumuz belədir. Enlaflarla pimezonlar əlaqəsi. Bu enlaflarla pimezonların əlaqəsi haqqında demək istəyirəm ki, bu bayaq o özümün bu uçan boşqabların geni planında, əsərimdə, orada da bir rəsm toxundum ki, müəyyən deməli bu həm 70% enlaflar var, ona cismi mübadilə var, həm də 100%'li deməli 7 ölçülər var ki, onlar efir bədənindən ibarətdir. Yəni ki, enlaflarla pimezonların fərqi ondan ibarətdir ki, enlaflar bizi kimi, insan kimi fiziki bədənindən ibarətdir, ancaq pimezonlar efir bədənindən ibarətdir. Yəni, bunların fərqi bundan ibarətdir. Və bu ulduz sistemlərində, ulduz qruplarında elə məkanlar var ki, orada enlaflar yaşayır. Və eyni zamanda bu ulduz sistemlərin deyək ki, nüvəsində əbədiyyətində, kiçik əbədiyyətində isə pimezonlar yaşayır. Və yenə deyirəm, pimezonlar mental şuur dərəcəsi 100%'dir, enlaflar mental şuur dərəcəsi 70%'dir. Əlbəttə ki, bu intellektual səviyyəyə görə enlaflar çalışırlar ki, pimezonlarla əlaqə yaradırlar və onlar pimezonlardan müəyyən ideyaları onlardan qəbul edirlər və onun tətbiqi məsələlərini həyata keçirirlər.
Belə ki, ulduz sistemlərində, ulduz qruplarında olan mövcud planetlərdə yaşayan elaflar bir növ uçan boşqabları ilə onlar ulduz sistemlərinin kiçik əbədiyyətinə daxil olurlar və orada onlar öz mental şuur dairələri ilə pimizonlar mental şuur dairəsi əlaqə yaradırlar və pimizonlar mental şuur dairəsindən əlaqə yaratdıktan sonra pimizonlardan müəyyən ideyaları qəbul edirlər. Və pimizonlar onlara yeni ideyaları verir və həmin ideyaları qəbul edən enlaflar deməli kiçik əbədiyyəti tərk edirlər və onlar enlaflar öz uçan boşqablarla öz məkanlarına qayıdırlar və adlı ideyaları təzahür formalarını həyata keçirmək üçün düşünürlər. Bir növ onlar onun sxemini beyinlərində düşünürlər. Onlar həmin ideyanın əvvəlcə sxemini qururlar. Sxemi qurandan sonra onun müəyyən materialdan istifadəsi məsələlərinə baxırlar və sonra maketi qurulur və maketi qurulandan sonra onun realizasiyası həyata keçirir. Yəni bir növ deməli reallığı necə olmalıdır? Struktur quruluşu müəyyənləşdirilir və ideya bir növ reallığa çevrilir. Yəni alınan ideya müəyyən bir texnika formasında, texnologiya formasında təzahür edir. Və buna görə də həmişə bütün nəinki bizim bu qalaktikamızda mövcud ulduz sistemlərində, ulduz qruplarında, başqa qalaktikalarında, ulduz sistemi, ulduz qruplarında mövcud enlaflarla pimizonların daima birbaşa əlaqəsi olur. Onlar bir-birinə əlaqə yaratırlar və bunlar onlarda əsas odur ki, ideyanı məhz robotlar, ideyalar məhz enlaflar pimizonlardan alırlar. Bəzən belə deyək ki, bu pimizonlardan alınan ideyalar, enlaflar öz məkanlarında, öz planetlərində həyata keçirəmirlər, həmin o ideyanı reallaşdıra bilmirlər. Onda onlar başqa məkanlara üst tuturlar, başqa məkanlarda yaşayan enlaflar əlaqə yaradırlar və onlarla kontakt yaradırlar və bu ideyaları da onların mental şöbəsinə ötürürlər və başqa planetdə yaşayan enlaflar da həmin ideyanı qəbul edir. Onlar da birlikdə, yəni iki planetdən gələn enlaflar birləşib bu ideyanın reallığı haqqında fikirləşirlər. Bir növ onun təzahür formasını həyata keçirmək yollarını araşdırırlar. Ancaq bəzən elə olur ki, bu da mümkün olmur. Onda mən deyək ki, ən çatıranda bu çox belə deyək ki, tez olmur, ancaq belə deyək ki, baxırlar ki, bu ideyanı reallaşdırmaq bunlar üçün çətindir. Onda enlaflar məcbur olurlar ki, biz insanlarla kontakt yaratsınlar. Enlaflar görürlər ki, bu ideyanı reallaşdırmaq mümkün deyil. Onlar yəni ki, bu alimlərimizlə əlaqə yaradırlar. Bu alimlərimizlə kontakt yaradıb, həmin ideyanı bizim alimlərin mental şuur dairəsinə ötürürlər və alimlərimiz həmin ideyanı qəbul edirlər və başlayırlar onun alimlərimiz eskizlərini işləyirlər. İdeyanın bir növ eskiz formasında həyata keçirlər. Onun eskizini hazırlanan sonra onun bütün struktur quruluşu forması müəyyənləşir
və ideyanın bütün xüsusiyyətləri analiz edilir və bütün bu eşitçilər əsasında layihələndirilir alimlərimiz tərəfindən. Layihələr əsasında bu çertözlər çəkilir, onların deməli bütün ideyalar o çertözlərdə əks olunur. Sonra çertözlər əsasında həmin ideya maketi qurulur. Maket qurulandan sonra o maketi sınaqdan keçirirlər və sınaqdan əgər müvəffəqiyyətlə keçirsə, onda alimlərimiz onu reallaşdırırlar. İlk deyək ki, maketi tam qurulandan sonra onu müvəffəqiyyətlə bir dənə nümunə kimi hazırlayırlar. Həmin nümunədə bütün nəticələr müsbət əldə edilirsə, onda onu seriya formasında istehsalı başlayırlar və beləliklə də uçan boşqablar həmin ideyanı insanların köməyi ilə həyata keçirirlər və həmin insanların icad etdiyi deyək ki, ideyanın real formasını, təzahür formasını bir növ prototipini özləri götürüblər. Həmin prototipi öz məkanlarına aparırlar və həmin prototipi öz məkanlarında seriya formasında istehsalına başlayırlar. Əziz dinləyicilər, mən bugün 54 dəqiqə çıxış eləməliyim, 2 dəqiqəmiz var və 2 dəqiqə ərzində mən fikirlər söyləmək istəyirəm ki, yəni ki, bu uçan boşqab rubrikası həmişə 2 mərhələdə çıxış edəcəm. Birinci mərhələ əsərimdən oxuyacağım. Uçan boşqabın yenə planına, ikinci isə bədahətən həm öz fikirlərimi söyləyəcəm, həm də amillər nümayəndəsinin mənə verdiyi mental şuurdan ötürdüyü informasiyaları bədahətən mən sizin nəzərinizə çatdıracağım. Və indi çıxışım sonunda da mənim dinləyicilərimə zümrüd deyirəm ki, məndə baxış sayı narazı deyiləm. Mənim baxış sayım belə deyək ki, 700.000 arasıdır. Yəni məndə baxış sayı çox gözəldir. Hətta elə olur ki, mənim baxış sayım, videonun baxış sayı 1500-2000-ə gəlib çatır. Yəni, baxış sayı narazı deyiləm, ancaq məndə narazılıq nədəndən ibarətdir. Abunəçilər məndə, abunə olanlar azdır. Xahiş edirəm ki, mənə qulaq asanlar, dinləyənlər öz qohum əqrəbalarına, öz ailə üzvlərinə, öz tanışlarına, dostlarına xahiş etsinlər. Mənim bu videolarıma abunə olsunlar, abunəçilərin sayını artıraq. Çox şükür ki, hələlik məndə 565 abunə var. İndi çalışıram ki, bizim bu abunənin sayı daha da çoxalsın. Bəyənmə də ehtiyac duymuram. Bəyənmə edə də bilərsə, etməyə də bilərsə. Ancaq əsas mən sizə xahişim odur ki, bu abunə sayını artıraq. Qohum əqrabanızdan, öz ailə üzvlərinizdən xahiş edin ki, mənim videoma abunə olsun. Bir də müəyyən bir insanlar var ki, mənə abunə olur, sonra çıxır və yenidən abunə olur, yenə çıxır. Belə insanlara üzümü tutub deyirəm ki, ya bir yoluq abunə olun, ya bir yoluq olmayın. Bir gün abunə olursunuz, bir gündən sonra abunəçilikdən çıxırsınız. Bu mənəviyyətsizlikdir. Bu, siz insanlara yaraşmaz. Mən ona görə xahiş edirəm ki, ya bir yoluq, ya abunə olun. Abunə olmuşsa, olmayın. Bir günü abunə olur. Sonra bir gündən sonra abunədən çıxmaq mənə qarşı hörmətsizlik yox, özünüzə qarşı hörmətsizlik. Siz özünüzü mənəviyyətsiz insan kimi aparırsınız. Hələlik bu qədər. Sağ olun, gələn görüşlərə.